mənim niyyətim odur ki, Azərbaycandakı olan insanlara zülümlər, Azərbaycanı işğal edən diktator Aliyevlər və Aliyevlərin güvən verdikləri Azərbaycan polislərinin insanlara verdiyi zülümlər, işgəncələr daha da çox dünya səviyyəsində yayılsın. Başa düşdünüz, mənim bir dənə məqsədim var, diktator İlham Əliyev və İlham sevərləri Azərbaycanın devr etmək. Başa düşdünüz, yəni bax beləncədir. Mənə günü-gündən artıq, hər günümüzdə insanların mənə etibarı daha da artır. Mən bunu həqiqətən də sevinirəm. Əvvəllər gəlib burada mənə təhqir edənlər, gəlib mənə ifadələr işlədənlər, artıq gəlir, mən üzrü pis qəbul edəmirəm, üzr istəyir, deyir, Elnur bəy, mən səni filan vaxtı gəlib burada təhqir eləmişdim. Çox üzr istəyirəm sizdən, bağışlayın o təhqirimə görə. Həqiqətən də sizin dedikləriniz doğrudur, siz həqiqətən də dürüstcəsinə Azərbaycan Respublikası demokrat və müstəqilliyi uğrunda mübarizə aparırsan. Yəni, həqiqətən də, bax beləncəsinə. Biz nə qədər ki, diktator İlham Əliyevə qarşı üsyan edəcəyik, bir o qədər də gözəl addımlar atacağıq və mən buradan çağırış edəcəm ki, baxmayaraq ki, sən 9 il, 10 il hansısa bir partiyalarda üzvülük daşımısan, hansısa bir partiyalarda mitinglərə çıxsan, sənin mitingə çıxmağın mənim üçün şərt deyil. Mənim üçün şərt olan, sənin bu cür gündəmdə olan sosial şəbəkələrdə sənin çıxış etməyidir, sənin paylaşımları etməyidir. Bir neçə ki, paylaşmaq o demək deyil ki, mən blogerəm, o demək deyil. Sən Azərbaycandakı olan haqsızlıqları işıqlandırmalısan. Yəni, müxalifət budur, müxalifət budur. Müxalifət o deyil. Sən girəsən, məsəl üçün, Facebook kanalında Əli Kərimli belə danışır. Müxalifət o deyil. Müxalifət sən Əli Kərimlinin danışığını paylaş. Bəli, dəyərli şəxsiyyətdir. Paylaş. Amma sən özün də paylaşım etməlisən ki, bu daha da geniş bir şəkildə insanlar Azərbaycandakı olan haqsızlıqları daha da bir geniş şəkildə ictimailəşdirilib, daha da insanların kütlə şəklində Azərbaycanda olan haqsızlıqları daha da çox görsünlər. Ekranı